İki qəlbi birləşdirən, sevənləri qovuşduran və aralarındakı əngəli qaldıracaq gücə sahib olan surəni, duanı sizə təqdim edirəm. Ancaq videonu bəyənin, kaydedin, yadda saxlayın. Ən önəmlisi də paylaşın, bölüşün və şərtdə alma vermə dəngəsini qorumaq üçün aldım, qəbul elədim. Yazmağı unutmayın. Bu surə iki qəlbi birləşdirir. Ayrılan insanları qovuşdurur. Əngəl olanları, problemləri, maniyələri aradan çəkir. Diqqətlə dinləyin. Surəni ekranda paylaşacağım. Bu surə İnfal surəsidir və 63-cü ayəsidir. Siz bu surəni oxusanız, sevdiyiniz insanla qovuşacaqsınız. Ən əsası da niyyətiniz, enerjiniz çox vacibdir. İstəkli, inamlı, sidq ürəkdən oxumalısınız. Və doğru düzgün şəkildə necə oxumaq lazımdır, neçə dəfə oxumaq lazımdır, indi sizə deyirəm. İnfal surəsinin 63-cü ayəsini axşam gün batımından sonra saat 7-də 7 dəfə oxuyacaqsınız. Hər gün saat 7-də 7 dəfə oxuyacaqsınız. Gün fərqi yoxdur. Neçə dəfə istəyirsiniz oxuyun. Belədir ki, sevdiyiniz insan ta ki sizə gələnə qədər hər gün oxuyacaqsınız surəni. Həqiqətən də möcüzəli, möhtəşəm surələrdən biridir. İnfal surəsinin 63-cü ayəsi. Mütləq oxuyun. Tövsiyə edin çevrənizdə olan dostlarınıza, tanışlarınıza. Əsası da videonu paylaşın, bölüşün bol-bol ki, ehtiyacı olan insanların qarşısına çıxsın. Onlar da faydalansınlar əzizlərim.